Mən oradaydım. İpi mən tutmuşdum. O boğulanda mən sadəcə baxırdım. Bu sözlər bir qadının etirafı idi. Ancaq bu etirafın arxasında çox dəhşətli bir səhv var idi. 1990-cı il Oregon polis idarəsinə gələn 57 yaşlı Laverne Pavlinak polislərin gözlərinin içərisinə baxaraq deyir: "Mən bir qatili tanıyıram. O hal-hazırda mənimlə eyni evdə yaşayır." Həmin vaxt heç kim bilmirdi ki, Laverne özünü tələyə salırdı. Hər şey 23 yaşlı Tanja Bennett'in cəsədinin dərədə tapılması ilə başladı. Şəhər qorxu içində idi. Qatil iz buraxmamışdı. Polis isə çıxılmaz vəziyyətdə idi. Tam o günlərdə Laverne Pavlinak evdə problemlər yaşayır. Sevgilisi John içərək sarxoş olur, Laverne'i hər gün döyürdü. Laverne bir şeyin fərqinə varmışdı. John onu öldürmədən o Johndan qurtulmalı idi. Bir səhər qəzetdə Tanjanın ölüm xəbərini görəndə Laverne'in beynində qorxunc, amma onu xilas edəcəyini düşündüyü bir plan yaranır. John'u bu qətildə şərləmək. O tələsik hazırlaşır və evdən çıxır. Polis bölməsinə gəlir və Tanjanı qətlə yetirən şəxsin sevgilisi John olduğunu deyir. Polislərin dindirməsi zamanı Laverne qeydlərdə belə bir şey rastlayır. Qurbanın cins şalvarından bir parça kəsilmişdi. Laverne evə qayıdır. Öz cins şalvarından balaca bir parça kəsərək sevgilisi John'un maşınının baqajına yerləşdirir. Ertəsi gün polisi sevgilisi John'un maşınına yönləndirir. Beləliklə axtarılan parça tapılır. Amma Laverne'in planında böyük bir problem var idi. Polis təkcə John'a yox, Laverne'ə də şübhə ilə baxmağa başlayır. Detektivlər Laverne'dən soruşur: "Sən bu detalı hardan bilirdin? Əgər orada olmasaydın, parçanın kəsildiyini bilə bilməzdin." Laverne panikaya düşür. John'un həbs olunması üçün özünü də hadisəyə daxil etməli olduğunu düşünür. Beləliklə, ən dəhşətli addımı atır. Mən də oradaydım. John'a kömək etdim. Yalan o qədər böyüyür ki, Laverne geri qayıda bilmir. O, polisləri hadisə yerinə aparır. Beləliklə, o heç vaxt görmədiyi meşəlik ərazidə qəzetdə yazılan təsvirlərə əsaslanaraq cəsədin tapıldığı yeri göstərir. Polis üçün isə hər şey aydın idi. Əllərində həm qatil, həm də hər şeyə etiraf edən canlı bir şahid var idi. Məhkəmədə Laverne həbslə üz-üzə qaldığı üçün hər şeyə etiraf etdi. O deyirdi ki, John'dan canını qurtarmaq üçün polislərə yalan danışır. Ancaq nə hakim, nə də münsiflər, heç kim onlara inanmadı. Niyə inansınlar ki? Bir insan özünə qatiləm deyib, niyə ömürlük həbs riski ilə üz-üzə qalsın? Bu məntiqsiz idi. Məhkəmə Laverne və sevgilisi John'a ömürlük həbs cəzası verdi. Təbii ki, hadisə də burada bitmədi. Laverne və John həbsxanada illərini itirərkən kənarda bir qatil polislərlə oyun oynayırdı. Adı Kate Jasperson, ləqəbi Happy Face Killer olan bu seriyalı qatil törətdiyi cinayət əməlinə görə başqalarının həbsə girməsinə sevinmirdi. Əksinə o qəzəblənirdi. Çünki o bu cinayətin şöhrətini heç kimlə bölüşmək istəmirdi. 1991-ci ildən etibarən qəzetlərə və polis idarəsinə anonim məktublar gəlməyə başladı. Hər məktubun sonunda balaca soyuqqanlı və gülümsəyən bir üz çəkilmişdi. Məktubda isə qatil etiraf edirdi: "Siz sağ adamlar tutmusunuz. Tanjanı mən öldürmüşəm." Amma burada inanılmaz bir hadisə baş verdi. Polis bu məktubları oxuyur və sadəcə zibil qabına atırdı. Polis bunu Laverne'in dostlarının onu qurtarmaq üçün qurduğu ucuz bir oyun kimi düşünür. Polislər Laverne'in yalançı etirafına inanıb həqiqəti görməzdən gəldilər. Hadisənin üzərindən tam 5 il keçdi. Hər şey 1995-ci ildə Jasperson'ın, yəni Happy Face Killer ləqəbli seriyalı qatilin başqa bir cinayətə görə tutulması ilə dəyişdi. Kate Jasperson üçün Tanju cinayəti tam bir şahesər idi və o bu şöhrəti heç kimlə bölüşmək istəmirdi. Öz-özünə deyirdi: "O qızı mən öldürmüşəm. Niyə başqaları mənim yerimə məhşur olur?" Laverne'in yalanı onun qatil egosunu təhqir etmişdi. Məhz buna görə də o polislərlə sövdələşməyə getdi. Polislərə dedi: "Mən sizə bütün cinayətlərimi etiraf edəcəm. Ancaq bir şərtlə, mənim şöhrətimi oğurlayan o 2 nəfəri dərhal azad edəcəksiniz." O, Laverne'i xilas etmək üçün deyil, polisin axmaqlığını bütün dünyaya çatdırmaq üçün hər şeyi etiraf etdi. Polislərin gözünün içərisinə baxaraq dedi: "Mən sizə 5 il qabaq məktub yazmışdım.
Ancaq siz mənə inanmadınız. İndi isə sizə hər şeyi sübut edəcəm. Və beləliklə o polisləri heç kimin bilmədiyi bir yerə, Tanju'nun şəxsi əşyalarını gizlətdiyi yerə apardı. Detektivlər həmin əşyaları tapanda şok oldular. 5 il boyunca gələn o məktublar sən demə həqiqət imiş. Levin'in Paulinak azad olmaq üçün qurduğu plana görə 5 ilini itirmişdi. Məhkəmədə John və Levin'in azadlıq qərarını oxuyan zaman hər kəsi sarsıdan bir hadisə baş verdi. Levin əlləri qandallı halda 5 il əvvəl sevgilisi John'u həbsə atdırdığı üçün onun qarşısında dayandı və hönkür-hönkür ağlayaraq John'dan üzr istədi. Məni bağışla John, sənə bunu etməməliydim. John isə tamamilə çökmüşdü. Soyuq bir baxışla Levin'ə baxaraq dedi, mən heç kimi öldürməmişdim. Bunu niyə etdim? Beləliklə onlar həbsxanadan çıxdılar. Levin 2003-cü ildə bu dünyadan köçdü. Əsl qatil Kate Jasperson, yəni Happy Face Killer ləqəbli seriyalı qatil isə hələ də sağdır və Oregon həbsxanasında ömürlük cəzasını çəkir. Sizcə Levin içib sərxoş olanda onu döyən sevgilisindən üzr istəməli idi? Kanala abunə olmağı unutma.